Gənclər, belə bir short əməliyyat açsam. Cash session açıldı. Bu yüksəliş hərəkəti uğursuz oldu. Uğursuz oldu və short'a keçdim. Short bu zonalara kimi gələcəyini düşünürəm. Deməli 5 kontrakt əməliyyat açmışıq. 5 kontraktın stopunu qoyaq bura. TP'ləri parçalı qoyacağım. Bir kontraktı burada bağlayacağım. 2 kontraktı burada. 3 kontraktı da burada. Daha sonra 2 kontraktı daha doğrusu. Yoksa yok. Kattım karşıladım. Gözle. Bir kontraktı burada bağlayacağım. Limit buy. Geliyorum buraya. İçini burada, içini de burada. Üstüne değil. So. Toplam 5 kontraktı bu şəkildə bağlayacağıq. Toplamda əgər tək əməliyyat olaraq nə qədərdir? Əməliyyatımız 4.58 ağırlıq bir əməliyyatdır. Dostlar, deməli 2 hədəfimiz gəlib. Birinci hədəfimiz burada bir kontrakt, 2 kontrakt gəlib. İndi isə 3-cü hədəfi gözləyirik. Artıq, yəni buralardan getməlidir hədəfə. Ona görə də mən artıq stopu çəkirəm aşağıya. 2 kontraktımız qalıb da artıq. So, riski tamamladık. Karımızı almışıq zaten 2 əməliyyatdan. Artıq riski də sıfırladıq. Bundan sonra artıq heç bir risk daşımır bu əməliyyat bizim üçün. Order filled. Ne oldu burada? Bəli uşaqlar, əməliyyatımız uğurla nəticələndi. Belə. Bugün möhtəşəm bir gün idi. Ümid edirəm ki, hər kəs üçün bərəkətli bir gün oldu.